xalq yaradıcılığı. Bulaq. Hər vaxtınız xeyir olsun istəkirlər. Vaxt vədə yetişdi. Yenidən görüşünüzə gəldik. Hamının gedəni gəlsin, bizim gedənimiz də, gələnimiz də vaxtı vədədir. Nə qədər olmasa sizə ürəyimizi açırıq, könlünüzün səsini eşidirik. Təkcə çöldə, bayırda yox, elə bu axşamki söz soğumuzda da ilıq yaz havası, yaz ətri var. Dağları dillənən, güneyləri güllənən, çayları sellənən, sonaları göllənən bu yaz fəslində hər birinizə mərhaba, əziz bulaq başına yığışanlar. Üzünüzə xoş sabahlar açılsın. Bu görüşümüzdə bulaq dədənin söz sovqatından nələr ayırmışıq, eşidib biləcəksiniz. Bir yaxın əyləşin. İstəylilər. Eldə-obada aprelin ortalarına qədər olan dövrə qarının borcu, qarının mərdi deyərlər. Rəvayətə görə qara yaz gələndə havanın dəyişkən olması üzündən çöldə heyvanların yeməyə bir şey tapa bilmədiyindən narahat olan qarı martın çıxmasına sevinər. Bu vaxtlarda havalar qaş qabağını sallayar, sərt, tutqun keçər. Günəşin davamlı çıxmasına buludlar imkan verməz. Sevinci yerə göyə sığmayan qarı martın arxasınca deyinər. Bunu eşidən mart hislənib apreldən 15 gün borc alar. Aprelin 15-nə kimi havalar təzədən soyuyar. Rüzgarın belə şıltaq günlərində çox yerlərdə qara yel əsər. Bu cür isti quru yelə ilığım deyərlər. Havalar tez-tez dəyişdiyindən əkinə başlamaq çətinləşər. Bir yandan da azuqə qıtlığı yaranar. Mal-qaranın, qoyun quzunun ot tələfiyi azalar. Maraqlıdır ki, elin obanın işinə gücünə uyuşmayan, əl verməyən qara yaz həm də elə bil heyvanların qəsdinə durar. El arasında keçi qıran, yatar durmaz, davar doymaz adları əlbəttə elə belə yayılmayıb ha. Təkcə yatar doymaz adının mənası qışdan zəif, cılız çıxan mal-qaranın halsız olması, yatdığı yerdən dura bilmədiyi anlamındadır. Davar doymaz adı həmin vaxtda otun ələfin az olduğundan mal-qaranın doya bilmədiyinə görə deyilib. İşini yaxşı tutan kəndçi belə vaxtda ot ələf ehtiyatını əldən verməz. Təcrübəli maldarlar qara yaz çıxana kimi ehtiyatını üzməz. Mal heyvandan ötəri yem saxlayarlar. Babalarımız deyiblər ki, bu dövr üçün ən azından 40 şələ odun, 40 çuval saman tədarik görmək gərəkdir. Bayramdan sonra 40 kötük yanar deyib dədələrimiz. Nədən ki, qara yaza bel bağlamaq olmaz. Hələ soyuqlar geri dönə bilər. Elə bu səbəbdən də eldə obada qara yaz çıxmayınca sobaları yığışdırmazlar. Dünya görmüşlərin yaddaşına görə el arasında aprelin 5-dən 7-sinə kimi olan dövrə camışqıran da deyiblər. Belə bir məsəl də var. Qorx aprelin 5-dən öküzü qoyar işindən görürsən. İstəylilər. Havalar nə qədər ipə sapa yatmasa da əkinçinin alətini götürüb əl-ayağa düşməsindən çəkinər. Şair demiş, əl işdən soyumaz, ürək arzudan. Qədim inanca görə ilin xeyir bərəkəti yazın necə gəlməsindən asılıdır.
Yaz təzə gələndə buludu, yağışı görüb, el-oba sevinə-sevinə göydən yerə yağış yox, ruzu bərəkət yağır deyərlər. Əkinə başlayanlar əllərini Tanrıya açıb, şükür, çox şükür, İnşallah ilimiz barlı, bəhərli olar deyib ümidlənərlər. Sel axsın yollarla, ayrılan qollarla, süzülsün torpağa, şuma, elimin dağlarından. Əkinçi babalarımız belə yerdə deyiblər. Əkinçinin ambarı yaz yağışı ilə dolar. Ayağı sayalı il yazından bəlli olar. Hərgah torpağın başına dolansan, dilini bilsən, səni darda, çətində qoymaz. Çəkdiyin zəhmətdən, qulluqdan güc alıb dilə gələr. Hə, bu mən, bu sən. Qaral düzümü, ağardım üzünü. Döy məni, doydurum səni deyər. Beləcə yazın əvvəlində torpaqdan yana darıxan əkinçi baba torpaqla üz-üzə, göz-gözə dayanar. Böyür başa keçər, dərdləşər, az qala doğması kimi qucaqlayıb bağrına basar. Onunla torpaq dilində danışar. Torpağın dilini bilən də heç vaxt ac qalmaz. Xışdan xəbəri olmayan, əlinə bel götürməyən, şumdan qalxan buğdan nəfəs almayan adam torpağın qədrini nə bilər? Ulu babalarımız ömrü boyu əkinlə, biçinlə oturub durublar. Torpağa baxıb şadlanıblar. Rozunə, çörəyinə qurbana torpaq. Qədrini bilənə min alqış, bilməyənə min lənət deyiblər. Bir ibrətamiz hekayət. Deyilənə görə vaxtı ilə el arasında yaxşıca hörmət izzət qazanan 3 oğul atası bir bağban olur. Bir gün son mənzilinə köçərkən üzünü övladlarına tutub deyir: Oğullarım, bağımızda bir xəzinə bastırmışam. Onu sizə miras qoyub gedirəm. Əgər qazıb tapa bilsəniz, dünyada heç nədən ehtiyacınız olmayacaq. Bu əhvalat olub payız vaxtı. Qızıl küpün yerini dəqiq bilməyən qoca bağbanın oğulları ta qışa kimi bağı qazmağa başlayırlar. Amma heç nə tapa bilmirlər. Yaz gələndə qardaşlar xəzinəni tapmaq ümidi ilə torpağı təzədən qazıb şumlayırlar. Yenə heç nə tapmırlar. Bağbanın əldən düşmüş oğulları atalarının dalınca gileylənirlər. Görə, qoca bizi yaman aldadıb. Amma payız gələndə 2 dəfə bellənmiş torpaqdan indiyə qədər tayı bərabəri olmayan bar bərəkət götürən oğullar atalarının dediyi sözün əsl mənasını onda başa düşürlər. İstəylilər, yağışın qədrini yağışdan qaçanlar yox, yağışa qaçanlar, yəni əkinçilər, torpaqla baş-başa qalanlar yaxşı biliblər. Qədim zamanlarda adamlar yağış ləngiyəndə, istidən cadar-cadar olan torpağın dili ağzı təpiyəndə cürbəcür ayinlər keçirib, əllərini göyə açıb, Tanrıdan kömək diləyiblər. Qədim insanlar təbiətlə aranı düzəltməkdən yana ayrı-ayrı imkanlardan yararlanıblar. Söz ki gəlib bu yerə çatdı. Gəlin görək yağış deyib yağış eşidən bu insanlar bir yağımlıq yağışdan ötəri nələrə əl atıblar. Deyilənə görə qədim zamanlarda insanlar yağış yağdırmaqdan ötəri yada adlanan daşdan kömək umublar. Həmin daş yumruq boyda, özü də tünd rəngdə, üzəri də damar-damar xətt olub. Görürsən. İçindən cürbəcür səslər gəlib.
Bu əfsanəvi daşın qurdun qarnından çıxdığı deyilir. Rəvayətə görə türk şamanları həmin bu daşla qar, yağış yağdırıb ruzi bərəkətə sahib olublar. Türklər bu sənəti bilənlərə yatçı deyərdilər. Bu işdə bacarığı olanlar kəndin bir tərəfinə yağış, qar yağdıra bildikləri halda, kəndin o biri tərəfində buludlar dağılışar, günəş saçarmış. Əfsanədə deyilir ki, Nuh Peyğəmbər tufandan sonra Nam, Şam və Yasəf adlı oğullarını ayrı-ayrı ölkələrə göndərib. Yasəfi Türk ölkəsinə yola salmazdan qabaq bu sehirli daşı ona verir. Daş Yasəfdən oğlu Türkə, Türkdən də onun övladlarına qalıb, sonda Oğuz xana çatıb. Bu sehirli daş suya salınsa yağış yağar. Atın yalmanından asılsa sərin külək əsər. Yanğına atılsa söndürər. Hətta tutqun havaya tutsan havanı açarmış. Bir qabda suyun ya da qarın yanına qoyulsa istənilən niyyətə çatmaq olarmış. Bundan başqa qədim zamanlarda quraqlıq zamanı kəndin 2 nəfər dul qadını xışa qoşub çay yatağını şumlama yolu ilə da yağışın çağırılması mərasimi olurdu. Bu mərasim zamanı xışa qoşulan qadınlar yalvarış tərzində mahnılar oxuyar, bir-birinin üstünə su çiliyə-çiliyə göydən yağışı diləyərdilər. Yaxud qadın formasında düzəldilib bəzədilən qodunu qız uşağına verərdilər. O da kənddə ev-ev gəzdirərdi. Onlar qodu xoş gəldi, ardınca yağış gəlsin mahnısını oxumaqla həm yağış arzulayar, həm də pay toplayardılar. Ev sahibləri də qodunun üzərinə su çiləyər, qodu gəzdirənlərlə razı olduqlarını bildirərdilər. Dodaq qaçdı. Günlərin bir günü Molla Nəsrəddin peyğəmbərlik fikrinə düşür. Eləmə təmbəllik, cəmaatın qabağında xütbə ilə çıxış eləyir. Onları tövbə eləməyə çağırır. Amma heç kim onun peyğəmbərliyinə inanmır. Bəziləri də zarafat üçün ondan peyğəmbər olmasına sübutlar istəyir. De görək, nə ilə sübut edərsən ki, sən peyğəmbərsən? Həqiqi peyğəmbərlər kimi sən də hər hansı bir möcüzə yarada bilərsən? Sən də peyğəmbərlər kimi özünün gələcəyi görmə qabiliyyətini göstər. Deyə bilərsənmi, indi bizim hər birimiz nə haqda düşünürük? Molla Nəsrəddin cavab verir. Sizlərdən hər biri indi düşünür ki, Molla bizimlə zarafat eləyir ya da bizi alladır. Atalar sözü, ağlın gözü. Ustad görən şagird hər məqamda yorğalar. Ustad görməyən şagird oradan buradan qarmalar. Damcı daşı deşər, söz başı. Qız anadan görməyincə öyüd almaz. Oğul atadan görməyincə ata qalxmaz. At addımına görə yox, adamına görə qaçar. Ağlasa anam ağlar, başqası yalan ağlar. Dilənçinin torbası da olmaz. Kimi körpü tapmaz keçməyə, kimi su tapmaz içməyə. Kişini vəzir eləyən də arvaddır, rəzil eləyən də. Nə azğın ol asıl, nə də yazıq ol basıl. 2 arvadlı kişinin xörəyi duzlu olar.
istəylilər. Sirri sorağı bilinməyən, dərin quyu kimi dibi görünməyən dünyaya baş vurmaq o qədər də asan məsələ deyil. Daha keçmiş zamanlardan insanlar hər çətinliklə qarşı-qarşıya gəliblər. Hər üzünə düşünüblər, daşınıblar. Təbiətin şıltaqlığı, amansızlığı onları cürbəcür yollara əl atmağa vadar edib. Yağış gecikirsə, deməli məhsul olmayacaq. Ac yalavac qalmaq qorxusu var. Günəş çox qızırsa, azuqə toplamaq çətinləşəcək. Məhsul yanıb kül olacaq. Odur ki, təbiətin nizamı pozulmamalıdır. Bu səbəbdən ulularımız nə üzünə olur olsun, göylə yer arasında barışıq yaratmaqdan ötürü bütün bacarıqlarını ortaya qoyublar. Bunların ən işlək forması təbii ki dualar olub. Yağışın, günəşin hərəsinin öz duası, öz ayinləri vardı. Bu duaların müstəcəb olacağına, kiminsə eşidib onlara kömək edəcəyinə adamlar uşaq kimi inanardılar. Zəmaniyə görə təbiət hadisələrinə bu cür yanaşmalar normal sayılırdı. Təbiətlə qarşı-qarşıya durmaq, lap elə ölümdürüm mübarizəsi qədər ciddi idi. Elmdən qat-qat aralı olan adamlar fələklə çilingağac oynayardılar. Yaradanla dərdləşərdilər, çətin anlarda ondan əlac umardılar. Yağışı, günəşi qədərində olan, məhsula ziyan vurmadan normal təbiətin bəhrəsini gözü dolusu görmək istəyirdilər. Sehirlərlə, dualarla, inanclarla gündəlik işlərini sahmana salmağa çalışırdılar. İstəylilər. Biz hələ uşaq olduğumuz vaxt yerin niyə titrədiyini nənəmizdən xəbər alanda deyərdi ki, bəs yer öküzün çiynindədir. Öküzün acığı tutub tərpənəndə yer də titriyir. Görürsən. Ya da soruşardıq ki, ay baba, nəyə görə yağış yağanda göy şaqqıldayır, ildırım çaxır? Deyərdi ki, bəs yerin göyün sahibi bizi yaradan acıqlıdır. Atını minib harasa çapır. Bəs deməzsənmi göydəki şaqqıltı həmən yaradanın atının qamçısının səsidir? Belə bir inanc da var ki, göy gürültüsü insana xeyirxahlıq gətirən, şər qüvvələrin burnunu ovan ilahi qüvvə kimi qəbul olunub. Elin inamında tək ağacın altında qalmaq olmaz, yaxud gecə tək ağac altında yatmaq olmaz kimi inanclar heç də söz gəlişi xala xətir deyilməyib, sağ olmuş. Bayatının dəmi gəldi. Talada quzu gördüm, bir maral izi gördüm. Endim bulaq üstünə, sevdiyim qızı gördüm. Mən aşiqəm, üz qandı. Sinə qandı, üz qandı. Ev yıxmaq bir qan olsa, könül yıxmaq min qandı. Əzizinəm qəmdə gül, qəmdə danış, qəmdə gül. Ağ gündə gülən könül, hünərim var qəmdə gül. Salma bu dərdə məni, vermə namərdə məni. Utar namərd əlindən, yetir bir mərdə məni. Köksümü dağ eylərəm, əridib yağ eylərəm. Qərib düşsəm yurdumu, min il soraq eylərəm.
başında sarı sancaq. Yar miskin, mən utancaq. Xeyrin, barın görmədim, oduna yandım ancaq. İnançlar, inançlar. İt kəlləsini bağa qoyarlar ki, gözə gəlməsin. İt kəlləsi bağ-bağatı bədnəzərdən qoruyar. Qaranquşu öldürmək günahdır. Kim onu öldürsə başına iş gələr. Köhnə at nalını ağzı yuxarı çevirib qapısına vurarlar ki, gözü, nəfəsi qaytarsın. Əgər ağzı aşağı vurulsa, bədbəxtlik gətirər. Gör ha. Allah əvvəlcə iyi bilməyi canavara verib. Sonra görüb ki, canavarın yaşamağı çətinləşir. İyliyib ovunu tapsa da itin qorxusundan ova yaxın düşə bilmir, ac qalır. Ona görə də Allah itdən qüvvəti alıb canavara, iyi bilməyi isə itə verir. Uşağın adını bələkdə qulağına deməsən, uşaq böyüyəndə yalançı olar. İstəyirlər. Ulularımız bir yandan canlarına cəfa basıb maddi sərvətə sahib olublar, bir tərəfdən də beyinlərini, zəkalarını işə salıb, əsrlərlə yadda qalan deyimlər, nəğmələr yaradıblar. Maraqlıdır ki, hər adam öz sənətinə görə söz deyib. Əli işdə ola-ola öz işinə, gücünə uyğun nəğmə qoşub, zümzümə eləyib. Gördükləri işin nəğməsini yaratmaq da babaların zəhmətə vurğunluğunun bəhrəsidir. Ürəkdən girişmədiyin işə söz deyib nəğmə qoşmaq elə də asan məsələ deyil. Güclü sənətçinin sözü də güclü olur. Yaşarı sözün, nəğmənin ofsunu həmişə ilahi tərəfindən verilib. Əkinçinin əkinçi nəğmələri, çobanın çoban nəğmələri, hər sahənin öz sözü, öz hikməti, ibrətli deyimləri heç də göydən düşmə olmayıb. Gərək həmin sahələrə ürək qoyasan ki, əvəzində sənin içində söz göyərə, nəğmə göyərə. Elə vaxtıyla həmin o deyimləri, nəğmələri yaradan da sənətin, məşğulluğun özüydü. Bir yandan əl işləyir, bir yandan da dil. Zümzümə eləyə-eləyə iş görməyin öz gözəlliyi vardı. Yadımdadır, babam beli torpağa vuran kimi dodaqları tərpənərdi. Nənəm yundaryanda, cəhrə əyrəndə bayatını bayatıya calayardı. Dünya görmüş dəmirçi mərdəli kişi çəkici zindana vura-vura ustadnamələr oxuyardı. Dastanlardan, qoşqulardan alardı qollarının gücünü. Sənətini sevən çox adamların əli işdə, dili sözdə, nəğmədə olar. Əkinçi torpağı şumlayar, amma nəğmə oxumayanda işini yarımçıq hesab eləyər. Qəribədir ki, elə bil torpaq da o nəğməni eşitməsə, bərəkəti azalar. İş başında oxunan nəğmə elə belə söz gəlişi deyil, həm də işin qulpundan tutandı. O nəğmələr də şum kimi şumlanır, toxum kimi səpilir, sümbül kimi biçilir, dən kimi üyüdülür, çörək kimi təndirə yapılır, sözün bərəkətini artırır. Ala kəlim bizə gəl, dağdan enib düzə gəl, dırnağının gözü ilə qara düzü bəzə gəl. Nənəm qara qaş qoyun, qarlı dağlar aş qoyun, ay qaranlıq gecədə çobana yoldaş qoyun. Elin obanın dilindən qopan belə deyimləri günlərlə söyləmək olar. Amma tükənməz.
Burası da var ki, əl əməyinə, sənətkarlığa, hər hansı peşəyə meyl azaldıqca, nəğmələrin, qoşquların da meydanı daralır. Elin söz xəzinəsi yaddaşlara güvənir. Əli işdən, torpaqdan soyuyan adamın yaddaşının itiliyinə etibar çox azdır. İstəyirlər. Əlbəttə, belə nəğmələr peşə ilə, məşğulluqla bahəm yaranıb. Divin canı şüşədə olan kimi, bu nəğmələrin də canı peşənin, zəhmətin bətnindədir. Əgər inək sağılmırsa, eydirməni kim oxuyar? Şum nəğmələrini əkinçi oxumasa, kim yada salar? Sürü, naxır azalırsa, sayaçı sözləri, hovaları kim zümzümə eləyər? Əkinçinin imkanları daraldıqca əkinçi nəğmələrini kim oxuyar? Ay sağ olmuş. Bu nəğmələr, qoşqular, qumqumalar iş başında daha maraqlıdır, daha yaşarlıdır. Belədir. Tütəyin də səsi az qala dağlardan, dərələrdən, düzlərdən yığışır. Çoban bayatısı dağlardan yaz dumanı kimi çəkilir. Elə dağlara da qalan o çoban bayatısıdır da, sağ olmuş. Bu ruhu oyadan səsi eşitdikcə yaylaqlar, çöllər, düzlər yaşıllanar, güllənər, çiçəklənər. Sürünü, naxırı qoynuna səslər. Onları şirin, dadlı yoncaya qonaq eləyər. Belə baxanda özgə kimi var ki dağların. Dağları, düzləri, qayaları kimsəsiz qoymayaq istəklər. Çobansız, tütəksiz, sürüsüz, naxırsız dağlarda yetim kimidir. Belədir. Babalar demiş, göydə gəzən buludlar yorğanıdır çobanın. Yassı təpələr, yastığıdır çobanın. Yumru qayalar, yumruğudur çobanın. İstəklilər. Bulaq dədənin söz xəzinəsindən bu axşamki yığnağımıza ayırdığımız saz söz sovqatını əmin arxayınlıqla qulluğunuza getirdik. Sözümüzü vaxta sığan qədər söylədik. Qalanı gələn dəfəmizə. Siz də yaddaşınızı yoxlayın. El deyim adında babadan, nənədən bir nişanə qalıbsa bizə yollayın. Adımız, sanımız bəlli, ünvanımız bəlli. Görünən dağa nə bələdçi. Belədir. Bulaq dədənin ümid yeri olun. Ümidiniz üzülməsin. Amin. Amin. Az da olsa könlünüzü oxşaya bildiksə nə xoş bizə. Bir də 7 gün, 7 gecədən sonra sazdı, sözdü boğçamızı da götürüb görüşünüzə gələcəyik inşallah. İnşallah. Verilişi araya ərsəyə gətirənlər, mətni seçib sonalayıb qələmə alan Xaliq Rəhimli idi. Qulluğunuza çatdıranlarsa biz olduq. Səidə xanım Fərhad, bir də Səməd bəy Yusufcanlı söz sovqatını ifçinləyib, naxışlayıb efirə yönəldənsə Gülşən xanımdır. Gülşən Səmədli. Sağ olun, sağlıqla qalın.